Dekabrın 19-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə Konstitusiya və suverenlik ili çərçivəsində Konstitusiya 30 il sonra yeni mərhələdə gənclərin iştirakı mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin büstü və şəhidlərin xatirəsinə yaradılmış lövhə önünə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, millət vəkilləri Hikmət Babaoğlu və Samir Vəliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış ediblər. Tədbir interaktiv hissə ilə davam edib, gənclərin sualları cavablandırılıb. Yeni Azərbaycan Partiyasının və Nərimanov rayonunun ictimai-siyasi həyatında fəal iştirakı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.